Salam, hər vaxtınız xeyir. Bizim yeni mövzumuz artıq isimdir. Bundan əvvəlki izah videosunda biz isimin xüsusiyyətləri, isim haqqında ümumi məlumata malik olduq, müəyyən bir baza qurduq. Artıq növbəti hissədə biz isimin halları haqqında məlumat əldə edəcəyik. Ümumiyyətlə bir nüansı bilmək lazımdır ki, imtahanda ən çox istifadə olunan nitq hissələrindən biri isimdir və isimlə bağlı sual düşəndə daha çox hallar kateqoriyasından düşür. Yiyəlik halı, təsirlik halı, adlıq halı bir-birindən fərqləndirmək Dimin ən çox sevdiyi sual tiplərindəndir. İndi gəlin biz bir-bir nəzər yetirək ismin hallarına. Ümumiyyətlə bildik ki, artıq ismi tapanda biz ad, əşya anlayışını tapmalıyıq və isim kim, nə, hara suallarına cavab verir. İsmi digər nitq hissələrindən fərqləndirən xüsusiyyət onun 6 dənə halının olmağıdır. İlkin hal isə bizdə hesab olunur adlıq hal. Adlıq hal nədir? Adlıq hal əşyanın adını bildirir, şəkilçisi olmur, kim, nə, hara suallarından birinə cavab verir və lüğətlərdə isimlər adətən adlıq halda verilir. İndi mən müəyyən nüansı danışmaq istəyirəm sizə. Qeyd elədik ki, bəs ismin adlıq halında bir şəkilçi olmur da. Amma o zaman belə başa düşürlər ki, adlıq hal təkcə bir sözdən ibarət olmalıdır. Yəni təkcə sadə söz olmalıdır. Tutaq ki, kitab sözü. Bunu adlıq hal hesab edirlər. Amma bu deyil. Burada deyirə şəkilçisi olmur. Yəni xüsusi hal şəkilçisi olmur. Amma bir qrup şəkilçilər qəbul eləyə bilər adlıq hal. Məsələn, kitabçı sözü, kitab sözün kökü çığ-leksik şəkilçidir. Bu sözü quruluşca düzəltmə götürürük. Yenə də adlıq hal hesab eləyə bilərik. Və ya başqa bir nüansı nəzərinizə çatdırım. Adlıq hal bizdə qəbul edə bilər cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, eyni zamanda şəxs sonluqları qəbul edə bilər. Məsələn, mən bura müəyyən qrup sözlər yazacağam. Həmin sözləri qeyd edirəm. Birinci kitab sözüdür. İkinci kitabımız sözüdür. Üçüncü kitablar sözüdür. Dördüncü isə kitabdır sözüdür. Baxın, kitab bir sözdən ibarətdir, sadə sözdür və yaxud kitab sözün kökü ımız mənsubiyyət şəkilçisidir, kitab sözün kökü lar cəm şəkilçisidir, kitab sözün kökü dır şəxs sonluğudur. Bunların hamısını mən adlıq hal hesab eləyə bilərəm. Hardan adlıq hal hesab eləyə bilərəm? Çünki mən bayaq da dedim ki, adlıq hal mənsubiyyət şəkilçisi qəbul eləyəcək, qələmin rəngini dəyişək, mənsubiyyət şəkilçisi qəbul eləyəcək, cəm şəkilçisi qəbul eləyəcək, şəxs sonluğu qəbul eləyəcək. O halda mən bu şəkilçisi qəbul eləyən sözləri adlıq hal hesab eləyə bilərəm. Adlıq haldan əlavə deyəcəyim heç nə yoxdur. Yenə təkrarən qeyd edirəm. Adlıq hal xüsusi bir hal göstəricisi olan belə deyək də hal hesab edilmir. Yəni onun xüsusi bir şəkilçisi yoxdur. Kim, nə, hara suallarına cavab verir, cəm, mənsubiyyət və xəbərlik şəkilçilərini qəbul edə bilir. Bundan əlavə də cümlədə mübtəda ola bilir, xəbər ola bilir, xitab ola bilir və s. Keçirik növbəti bizim üçün daha vacib olan bir hala, isimin yiyəlik halına. İsmin yiyəlik halı bizdə aidlik, mənsubluq, sahiblik mənasını ifadə eləyir və bizdə formalaşır ın üstü 4 şəkilçisi ilə, nın üstü 4 şəkilçisi ilə. Sualları isə bizdə kimin, nəyin, haranın suallarıdır. Kimin, nəyin, haranın. Və adlıq hal bizdə iki cür olur. Baxın, mən bunu tərkiblə burada qeyd edirəm. İsimin yeganə halıdır ki, özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Yəni, ismin yiyəlik halı ümumiyyətlə söz birləşməsi şəklində olur. Siz cümləni təhlil edirsiniz, harda ki, orada söz birləşməsi görürsünüz, deməli, bu isimin yiyəlik halıdır. Ümumiyyətlə bilmək lazımdır ki, isimin yiyəlik halı söz birləşməsi şəklində olur və mütləq özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. İsimin yiyəlik halı iki cür olur. Müəyyənlik bildirən yiyəlik hal və qeyri-müəyyənlik bildirən yiyəlik hal. Heç mən bunu buraya ilə izah eləmirəm, heç sizi yormuram. Mən kənarda sadə bir dillə izah eləyəcəm. Yazıram bura birinci, kitabın üzü. İkinci isə yazacağım, üzr istəyirəm, kitab üzü şəklində. Baxın, fərq burada nədir? Birincisi, bu birinci yazılan cümlə bizdə müəyyənlik bildirən yiyəlik haldır. Bu cümlə müəyyəndir. İkinci cümlə isə bizdə qeyri-müəyyəndir.
Hardan bu qənaətə gəldim mən? Oradan bu qənaətə gəldim ki, görürsüz bu söz birləşməsi şəklindədir. Kitabın üzü söz birləşməsidir. Üzü sözü mənsubiyyət şəkilçili sözdür. Üz sözün köküdür. Üçüncü şəxsin təkrar mənsubiyyət şəkilçisidir. Və yadda saxlamaq lazımdır ki, müəyyənlik bildirən yerli halın birinci tərəfində hər zaman şəkilçi olur. İkinci tərəfində isə şəkilçi olmur. Birinci tərəfində müəyyənlik bildirən yerli halın şəkilçi olur. İkinci tərəfində isə şəkilçi olmur. Qeyri-müəyyənlik bildirən yerli halın isə birinci tərəfində şəkilçi iştirak eləmir. İkinci tərəfində isə mənsubiyyət şəkilçisi olur. Deməli, yenə təkrarən deyirəm. Müəyyənlik bildirən yerli halın birinci tərəfində şəkilçi olur, ikinci tərəfində hal şəkilçisi görsənmir. Sadəcə mənsubiyyət şəkilçisi olur. Görürsüz, burada da kitabın üzündə birinci tərəfdə şəkilçi var, amma ikinci tərəfdə hal şəkilçisi olmayacaq ki, təkrarən sözlər iki halda olmayacaq ki. Birinci tərəf öz hal şəkilçisini götürür, ikinci tərəfdə hal göstəricisi olmur, ancaq üçüncü şəxsin təkrar mənsubiyyət şəkilçisi olur. Təkcə mənsubiyyət şəkilçisi üçüncü şəxsdə olmaya bilər ha. Burada birinci şəxsdə də ola bilər, ikinci şəxsdə də ola bilər. Fərqi yoxdur. Amma qeyri-müəyyənlik bildirən yerli hal belə deyil. Qeyri-müəyyənlik bildirən yerli halın ikinci tərəfində mənsubiyyət şəkilçisi işlənir, hər hansı başqa bir hal göstəricisi olmur. Amma birinci tərəfində şəkilçi istifadə olunmur. Görürsüz, kitab şəkilçi istifadə olunmadı. Və müəyyənlik bildirən yerli hal bizdə cavab verir kimin, nəyin və haranın suallarına. Amma qeyri-müəyyənlik bildirən yerli hal isə yalnız nə sualına cavab verir. Və bir detal da yadda saxlamaq lazımdır ki, qeyri-müəyyənlik bildirən yerli halı asanlıqla müəyyənlik bildirən yerli hala çevirə bilərsiniz. Kitab üzü qeyri-müəyyənlik bildirən yerli halda işləndiyi halda, kitabın üzü deyəndə mən bunu müəyyənlik bildirən yerli hal atdım. Və bəzi birləşmələr də var ki, onlar əslində bizdə deməli əsla qeyri-müəyyəndir, müəyyənə çevrilməyəcək. Bu hansıdır? Birinci tərəf xüsusi isim olanda. Azadlığın prospekti deyə bilmərəm. Gəncliyin metrosu deyə bilmərəm. Nərmanovun küçəsi deyə bilmərəm. Qurbanın bayramı deyə bilmərəm. Hansı ki, adların çəkdiyim bu birləşmələr qeyri-müəyyənlik bildirən yerli haldadır. Söz birləşməsi şəklindədir və mən bunu müəyyənlik bildirən yerli hala ata bilmirəm. Sonra növbəti bir bizdə hal hesab olunur yönlü hal. Yönlü halda hərəkətin yönünü, istiqamətini, başlanğıcını bildirir və adətən deməli A ya şəkilçisi ilə düzəlir. Kimə, nəyə, haraya suallarına cavab verir. Evə gedirəm, hara gedirəm, evə gedirəm və yaxud hara ya gedirəm, evə gedirəm və yaxud başqa bir nümunə qeyd edirəm. Məktəbə, məktəbə gedirəm. Hara gedirəm? Məktəbə gedirəm. Hara, haraya sualına cavab verir. Gedirəm. Haraya? Məktəbə. Deməli, yönlü hal formalaşdı A şəkilçisi ilə, ya şəkilçisi ilə və kimə, nəyə, haraya suallarına cavab verdi. Növbəti bir halımız bizdə təsviri haldır. Yenə təsviri hal çox vacib olduğu üçün heç mən burada yazılanları qeyd eləmirəm. Birbaşa keçirəm öz izahıma. İsmin təsviri halında bir detala nəzər yetirmək lazımdır ki, təsviri hal olsa belə, İnanın ki, isimdən ən çox tərs düşən haldır. Çünki təsviri hal daha çox feillə əlaqəyə girir. Feilin yanında olur. Ümumiyyətlə, təsviri hal I üssü 4 şəkilçisi ilə düzəlir. Kimi, nəyi və haranı suallarla birinə cavab verir. Bəzən də nə sualına cavab verir. Qeyd edəcəm nə vaxt nə sualına cavab verir. Və ümumiyyətlə ismin təsviri halı iki cür olur. Yenə müəyyənlik bildirən təsviri hal və qeyri-müəyyənlik bildirən təsviri hal. İndi bunları necə fərqləndirmək? Bu qımı yazılım qeyri-müəyyən deməkdir. Bunları necə fərqləndirmək lazımdır? Məsələn, mən yazıram ki, tutaq ki, şəkli astım və mən bayaq da bunu izah eləmədən əvvəl qeyd elədim ki, siz yerli hal, təsviri hal axtaranda feillə əlaqəni axtarmalısınız. Çünki ismin təsviri halı feillə əlaqəyə girir. Feildən sual verirsiniz və feildən sual verəndə o, belə deyək, nəyi sualına və yaxud nə sualına cavab verməlidir. Bir də yazacam bura, şəkil astım. İndi baxın. Astım
nə şəkil, astım nəyi şəkli. Əgər ki, feilin yanında işlənən söz nəyi sualına cavab verirsə və i şəkilçisi görsənirsə, bu bizdə müəyyənlik bildirən təsiri çaldır. Adından da məlum olduğu kimi də şəkilçi göz qabağındadır, müəyyəndir. Amma siz feildən sual verəndə həmin söz nə sualına cavab verir və burada bir şəkilçi görmürsünüzsə, bu qeyri-müəyyənlik bildirən təsiri çal olur. Yenə təkrarən deyirəm, təsiri çalı tapmaq üçün feili tapmalısınız. Feildən sual verib nəyi və yaxud nə sualına cəlb eləməlisiniz. Məsələn, baxın, belə bir nümunə yazıram. Tutaq ki, kitab oxumaq. Bu ilk baxışdan bizə adlı hal kimi durur. Hə, deyirik ki, şəkilçi yoxdur, heç bir şəkilçi işlənməyib, nə sualına cavab verir. Hə, bu adlı haldır. Xeyr, bu adlı hal deyil. Feilin yanında istifadə olunur. Oxumaq, nəyi, kitabı. Feildən sual verirsiniz. Nəyi sualına cavab verirsə, bu bizdə avtomatik hesab olunur, təsiri çalır. Bir də feil, sizə belə deyim də, qəliz gələ bilər ki, feil nədir? Feil hərəkət bildirən sözlərə deyil. Oxumaq, yazmaq, gəlmək, danışmaq, demək. Bunlar hərəkət bildirən sözlərdir və nə etmək sualına cavab verir. Bu bizim təsiri çalı haqqında deyəcəklərimizdir. Növbəti hala keçməliyik. Növbəti hal bizdə yerli çaldır. İsimin yerli kalı əşyanın və ya hərəkətin yerini bildirir. Da dər şəkilçisi ilə düzəlir. Kimdə, nədə, harada suallarından birinə cavab verir. Məsələn, deyirəm ki, evdə, harada, evdə. Artıq bu bizdə çıxışlı, yerli çalı hesab olunur. Və isimin adlıq, yəli, təsiri çalları istisna olmaqla yerdə qalan yönlük, çıxışlıq və yerli kallar çox asandır. Konkret şəkilçilərlə tapırsınız bunları. Yəni burada xüsusi diqqət yetirəcəyiniz bir detal yoxdur. Sonra növbəti və ən sonuncu halımız bizdə çıxışlıq hal hesab olunur. İsmin çıxışlıq halı yadda saxlamaq lazımdır. Nəzəri sual kimi dövlət qulluğu qəbulunda istifadə olunub. Yönlü halın əksini bildirir. Yönlü hal istiqamət başlanğıc olduğu halda ismin çıxışlıq halı çıxış obyektini bildirir və dan şəkilçisi ilə düzəlir. Kimdən, nədən, haradan sualına cavab verir. Məsələn, yazıram bura evdən, nədən, evdən. Artıq ev sözün kökü, dandan isə bizdə çıxışlıq hal şəkilçisi hesab olunur. Növbəti, burada mən cədvəl şəklində qurmuşam sizə. Baxın, adlı halın şəkilçisi yoxdur. Yerli çal bu şəkilçisi ilə düzəlir. Yönlü çal A-ə, təsiri çal I-I-U-Ü, yerli çal dadə, çıxışlı hal dandəndir. Suallar da kimlə, harada. Və bir detalı vurğulamaq istəyirəm. Məsələn, mən bayaqki nümunələrdə evə, evdə və yaxud evdən nümunələr çəkdim və bunları mən hara, haraya, harada və haradan suallarına cəlb elədim. Düşünə bilərsiniz ki, nə ola ki, ev sözü nə sualına cavab verir? Evə, nəyə, evdə, nədə, evdən, nədən? Bunu nə sualına da cəlb eləyə bilərsiniz. Əgər cümlədə bu, ümumiyyətlə bizim bir xüsusiyyətimiz var isimdə. Əgər söz yönlük, yerlik, çıxışlıq halda istifadə olunursa, o söz haraya sualına cavab verib yer zərfliyi ola bilər. Mən bunu yer zərfliyi kimi təhlil edib haraya sualını cavablandırdım. Mən bunu tamamlıq kimi təhlil eləsəm, nədə sualına, nəyə sualına cəlb eləyərdim. Artıq bu bizim növbəti mövzularımızda, zərflik mövzumuzda aşkarlayacağımız bir mövzudur. Sonra deməli, müəyyən mən bura qeydlər yazmışam, hansı ki bu qeydlər çox vacibdir. Siz bu qeydlərə nəzər yetirməlisiniz. İsmin təsiri çalını digər hallardan necə fərqləndirmək lazımdır? Məsələn, baxın, burada kitab sözü, kitab maraqlıdır. Nümunə yazacağam bura, maraqlıdır. Bir də kitab oxumaq. Bu sözlər sizə nümunə verir, test verir. Ən çox dövlət qulluğunda istifadə olunan struktur tip testlərdir. Sizə testlər verir, deyir ki, bunun hansı adlı haldadır və yaxud hansı təsiri çaldadır. Və ya deyir, təsiri çaldan başlayan cümlənin müəyyən edin. Və adlı halla qeyri-müəyyənlik bildirən təsiri kal bir-birinə çox oxşardır. Bunu fərqləndirmək üçün müəyyən qaydalar bilmək lazımdır ki, hamısını yuxarıda qeyd eləmişəm. Birincisi, yadda saxlamaq lazımdır ki, baxın, təsiri çal ancaq feillə əlaqəyə girdiyi halda adlı hal istənilən nitq hissəsindən əlaqəyə girir. Və adlı hal yalnız nə sualına cavab verdiyi halda
təsirli çal nəyi sualına da cavab verə bilir. Və təsirli çalın qarşısına yalnız o, bu işarə əvəzliyini artıra bilirik. Amma adlı halın qarşısına mən, sən, o, biz, siz, onlar əvəzliyi və həmin əvəzliyin hallanmış formalarını əlavə eləyə bilirik. Oxumaq nəyi, kitabı, feildən sual verdi, feillə əlaqəyə girmişdi, nəyi sualına cavab verdi. Baxın, kitab maraqlıdır. Burada əlavə edirəm, onun kitabı maraqlıdır. Fikir versiniz, birinci cümləyə də onun əvəzliyi əlavə elədim. Artıq birinci cümlə adlı haldadır, ikinci cümlə isə təsirli haldadır. Qaydaların hər birini addım-addım qeyd eləmişəm. Bu qaydaların böyük əksəriyyəti heç bir kitabda yoxdur. Baxın, adlı hal istənilən cümlə üzvü yanında işləndiyi halda təsirli hal yalnız feillə əlaqəyə girir. Adlı halın qarşısına burada qeyd elədiyim əvəzliklərin özünü və hallanmış versiyalarını əlavə eləmək olur. Təsirli halın qarşısına isə o, bu işarə əvəzliklərini artırmaq olur. Bir də adlı halla yəri halı fərqləndirmək lazımdır. Adlı halına qeyri-müəyyənlik bildirən yəri hal bir-birinə çox bənzəyir. Yadda saxlamaq lazımdır ki, adlı hal özündən sonra heç bir mənsubiyyət şəkilçisi söz tələb eləmir. Yəri çala isə ancaq söz birləşməsi şəklində olub, özündən sonra mənsubiyyət şəkilçisi tələb edir. Bunlar mənim hallar haqqında deyəcəyim bütün qeydlərim idi. Burada ən vacib olan adlıq, təsirlilik və yəri çalı bir-birindən fərqləndirməyi bacarmaqdır və bununla yanaşı burada qeyd etdiyim qaydalara diqqət etməkdir. Baxın, təkrarən vurğulayıram. İsim bizim imtahan suallarımızda, yəni dövlət qulluğu qəbulunda aparıcı sual tiplərindən biridir və sizə hal-hazırda izah elədiyim nüanslar ən çox orada öz əksini tapır. Xüsusilə qeyd hissəsinə diqqət yetirib, daha çox belə deyim, nəzarət etmək, tətbiqi yöndə praktikalar aparmaq lazımdır ki, adlı halının təsirli çalı, adlı halının yəri çalı tam fərqləndirməyi bacara bilək.